Esselamu alel Hüseyin və alə Ali ibn Hüseyin və alə evladil Hüseyin və alə əshabil Hüseyin. Bismillahirrahmanirrahim və bihi nəstəin. Salam əziz və hörmətli tamaşaçılar, hər vaxtınız xeyir olsun. Xoş gördük sizləri Hadi TV 3 studiyasında. Dəyərli tamaşaçılar, İmam Hüseyin əleyhissalamın şəhadətinin 40-cı günü münasibəti ilə, Ərbəin münasibəti ilə hazırlanmış bir verilişdə sizinlə görüşürük. Yadınızda olsa, keçən verilişlərimizdə biz İmam Hüseyin əleyhissalamın Ərbəin və 40-cı günü, şəhadətinin 40-cı günü münasibəti ilə dəyərli nöqtələri verilişimizin qonağından eşitdik və sizə çatdırdıq. Dəyərli tamaşaçılar, İmam Hüseyin əleyhissalamın 40-cı günü münasibəti ilə bizə İmam Sadiq əleyhissalamdan bir ziyarətnamə də gəlib çatıb ki, o ziyarətnaməyə Ərbəin ziyarəti deyərlər. Və yadınızda olsa, keçən verilişimizdə bir hədisə də işarə etdi ki, İmam Həsən Əskəri əleyhissalam buyurur, Şiənin və müminin 5 əlaməti var ki, onlardan biri də Ərbəin günü İmam Hüseyin əleyhissalamı ziyarət etməkdir ki, yəni imamın şəhadətinin 40-cı günü ki, Səfər ayının 20-si olur, bu gündə imamı ziyarət etmək. Və biz başqa verilişlərdə işarə etmişik ki, imamı yaxından ziyarət etmək vacib deyil. Yəni, əgər imkan olarsa, yaxından ziyarət etmək daha yaxşı olar. Amma əgər imkan olmasa, bu demək deyil ki, imam ancaq yaxından ziyarət etmək. Bəlkə uzaqdan da ziyarət edə bilərik. Necə ki, imamlardan bizə sifariş olunub ki, hər cümə axşamı çıxın damınızın başına, evin üstünə və bir çölə, üzü qibləyə durun, İmam Hüseyin əleyhissalama salam verin, imama salam ərz edin. Bu sizin ziyarətinizdir. Əgər biz bu ziyarəti, imamı ziyarət edərkən Əhl-i Beytdən bizə gəlib çatmış ziyarətnamələrlə ziyarət etsək daha gözəl olar. O cümlədən də Ərbəin ziyarətidir ki, İmam Sadiq əleyhissalamdan bizə gəlib çatıb. Bu ziyarətnaməni də yaddan çıxartmayaq, Ərbəin günü imamı bu ziyarətnamə ilə ziyarət edək. Biz də bu ziyarətnaməni bəzi fəqərələrin, bəzi cümlələrin tərcümə etdik və lazım olan yerlərdə izah etdik və qalan hissələrində, qalan cümlələrində verilişimizin dəyərli qonağından eşidəcəyik. Verilişimizin dəyərli qonağı Hüccətülislam vəl-Müslimin Hacı İmran Rəcəblidir. Hacı, salamun əleykum, xoş gəlmisiniz. Əleykum əssalam, əziz qardaşım. Mən də öz növbəmdə sizə, studiyada zəhmət çəkən qardaşlara, eləcə də bütün əziz və hörmətli tamaşaçılarımıza və bilxüsus Əhl-i Beyt dostlarına salamun əleykum ərz edir. Təşəkkür edirik. Dəyərli tamaşaçılar, qısa bir aradan sonra verilişimiz davam edəcək, bizdən ayrılmayın. Bəli, dəyərli tamaşaçılar, verilişimiz davam edir. Mən verilişimizi Peyğəmbərin hədisi, əziz Peyğəmbərimizin hədisi ilə başlamaq istərdim ki, Peyğəmbərimiz İmam Hüseyin əleyhissalama xitab olaraq buyurur, Şifa'u ümməti fi turbətik vəl-əimmətu min zurriyyətik. Peyğəmbərimiz buyurur, ya Hüseyin, mənim ümmətimin şifası sənin türbətindədir. Və həmçinin imamlar, mənim haqq canişinlərim sənin zürriyyəndən olacaqlar. İmam Sadiq əleyhissalam buyurur, Fi tini qəbril Hüseyni şifaun. Fi tini qəbril Hüseyni əş-şifau min kulli dain və huvət davaul əkbər. İmam Sadiq əleyhissalam buyurur, İmam Hüseyin əleyhissalamın qəbrinin türbətində bir şəfa var, dərman var. Bir dərmandır ki, bütün dərdlərə dərmandır və ən böyük dərmandır və bunu çox alimlər və hətta adi insanlar da təcrübə ediblər. İmam Hüseyin əleyhissalamın türbətindən şəfa alıblar və bununla da öz dərdlərinə dərman ediblər. İslamda
torpaq yemək, torpağı dadmaq haramdır. Amma təkcə bir torpaq ki, onu dadmaq nəinki haram deyil, bəlkə bütün dərdlərin dərmanıdır. O da İmam Hüseyn əleyhissalamın qəbrinin torpağıdır. Bəli, dəyərli tamaşaçılar, amma verilişimizin mövzusu Ərbəin ziyarəti haqqındaydı. İmran müəllim, keçən verilişimizdə bu ziyarətnamənin bir neçə cümlələrinə işarə etdiniz və məna etdiniz və lazım qədər izah etdiniz. Bu haqda yenə də eşidirik sizə. Buyurun.